Avropa Komissiyasının prezidenti Ursula von der Leyen'in Azərbaycana ötən günkü səfəri təkcə növbəti diplomatik təmas yox, həm də Bakı ilə Avropa İttifaqı arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisə oldu. Avropa İttifaqı Şurasının prezidenti Antonio Costanın səfərindən sonra baş tutan bu görüş Brüsselin Azərbaycanla əməkdaşlığa artıq daha geniş geosiyasi prizmadan yanaşdığını göstərir. Avropa İttifaqı Azərbaycanın bölgədəki strateji əhəmiyyətini yaxşı anlayır. Onu da yaxşı anlayır ki, regionda sülhün və əməkdaşlığın təşviq olunması Azərbaycan liderinin şəxsi liderlik keyfiyyətlərinin nəticəsidir. Ursula von der Leyen Avropa İttifaqının Azərbaycanla olduqca əhəmiyyətli saydığı tərəfdaşlığı dərinləşdirmək niyyətini açıqladı. Bugün mən Avropa İttifaqı üçün olduqca əhəmiyyətli tərəfdaşlığı dərinləşdirmək məqsədi ilə buradayam. Bu tərəfdaşlıq prezidentin indicə təsvir etdiyi kimi real təkana malikdir. Lakin ilk növbədə icazə verin bu regiona bir neçə onilliklər baxımından baş vermiş ən mühüm hadisəyə istinad edim. Sülh. İcazə verin Ermənistanla tarixi sülh müqaviləsini başlatmağınız münasibətilə sizi təbrik edim. Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz. Ursula von der Leyen'in bu fikirləri ilk növbədə Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında aparılan sülh prosesinə siyasi dəstəyini ifadə edir. O, Prezident İlham Əliyevin regionda sülhün əldə olunması istiqamətində göstərdiyi rolu yüksək qiymətləndirərək bunu şəxsi liderlik qabiliyyəti kimi xarakterizə edir və sülh sazişini tarixi hadisə adlandırır. Eyni zamanda da çıxışda vurğulanan sabitlik, etimad və əməkdaşlıq ifadələri Avropa İttifaqının Cənubi Qafqazda uzunmüddətli sülhün yalnız təhlükəsizliyə deyil, həm də iqtisadi inkişaf və regional əməkdaşlığa töhfə verəcəyinə və bu məsələdə Azərbaycanın, eləcə də onun liderinin danılmaz rolunun etirafına dair mövqeyini əks etdirir. Əsas mesaj isə ondan ibarətdir ki, Avropa Komissiyası sülh sazişinin paraflanmasını müsbət addım hesab edir və bu məsələdə Prezident İlham Əliyevin prosesdəki rolunu açıq şəkildə yüksək dəyərləndirir. Səfərin ən diqqət çəkən siyasi mesajlarından biri də xanım Leyen'in Azərbaycanı açıq şəkildə Avropa İttifaqının strateji tərəfdaşı kimi xarakterizə etməsi oldu. Bu yanaşma təsadüfi deyil. Son illərdə Azərbaycanın həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasət ölkəni Avrasiyanın ən mühüm geosiyasi aktorlarından birinə çevirib. Avropa İttifaqı artıq Azərbaycanı yalnız etibarlı enerji təchizatçısı kimi deyil, regionda sabitliyin qorunmasına töhfə verən, strateji nəqliyyat marşrutlarını birləşdirən və qlobal enerji təhlükəsizliyində mühüm rol oynayan dövlət kimi qiymətləndirir. Şərq-qərb və şimal-cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycan enerji, logistika və ticarət əlaqələrinin təmin olunmasında mühüm körpü funksiyasını yerinə yetirir. Məhz bu strateji baxış sayəsində Azərbaycan regional prosesləri izləyən deyil, onları formalaşdıran ölkələr siyasında yer alır. Enerji əməkdaşlığı isə münasibətlərin əsas sütunlarından biri olaraq qalır. Xüsusilə 2022-ci ildə Avropanın Rusiya qazından asılılığını azaltmaq zərurəti ilə üzləşdiyi dövrdə Avropa İttifaqının üzünü Azərbaycana çevirməsi Bakının etibarlı tərəfdaş statusunu bir daha təsdiqlədi. Həmin dövrdən indiyədək Azərbaycan Avropa bazarına qaz ixracını təxminən 65% artırıb. Ən önəmlisi isə Azərbaycanın üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və tam həcmdə yerinə yetirməsidir. Bu, Azərbaycanın enerji siyasətinin etibarlılığını və uzunmüddətli strateji planlaşdırma imkanlarını nümayiş etdirir. Bununla yanaşı Bakı ilə Brüssel arasında əməkdaşlıq artıq yalnız ənənəvi enerji sahəsi ilə məhdudlaşmır. Azərbaycanın zəngin bərpa olunan enerji potensialı, xüsusilə Xəzər dənizində külək enerjisi imkanları və Mərkəzi Asiya ölkələrinin resurslarının Transxəzər marşrutu vasitəsilə Avropa bazarlarına çıxarılması perspektivi Avropa üçün tamamilə yeni enerji xəritəsi formalaşdırır. Əsas məqam isə ondan ibarətdir ki, Avropa İttifaqı artıq Azərbaycana yalnız enerji resurslarının təchizatçısı kimi baxmır. Brüssel Azərbaycanın regional sülhün təmin edilməsində, Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, yeni nəqliyyat və logistika dəhlizlərinin formalaşdırılmasında da həlledici rol oynayan geosiyasi güc olduğunu da qəbul edir. Məhz bu yanaşma Bakı ilə Brüssel arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini və gələcək əməkdaşlığın daha geniş strateji məzmun kəsb edəcəyini göstərir. Vüqar Bektaş, ATV Xəbər.